Dolub daşan gündəmimizlə bir-birindən isti xəbərlərlə qarşınızdayıq. Hürüşürlər, qışqırışırlar, biz bilmirik, hara şikayət eləyək. De ödümü yerinə qoy. Yerinə qoy ödümü. Mən bu kərpici yerə qoyan kimi bir nəfər peyda olur. Dedim, mən o boyda bu Trump'ın sinif yoldaşıyım da. Paytaxtda sahibsiz insanlar itlərə hücum edib. Ətraflı ilk reportajımızdır. Sahibsizdilər, aqressivdilər, amma it deyirlər. Bu dəfə hadisə tərsinə cəryan elədi. Sahibsiz insanların itlərə hücum eləməyi hər kəsi şoka saldı. Bax xanım, vəziyyət belədir bu məhəllədə. Biz bilmirik, nə araq, nə tər eləyək, biz kimə şikayət eləyək, hara deyək. Bax, daş atır. Biz bu sahibsiz insanları hara şikayət eləyək ki, gəlib bu sahibsiz insanlara bir yiyə çıxsınlar, bir qulaqlarına bir nəsə bağlasınlar. Saat 2, 3, 4, səhərə qədər bizə yuxu yoxdur. O balkon altında itlər sakitdir, uzanır belə yazıq, 1 qram itin səs çıxmır. O var deyib başını çıxarıb o fortskadan, ona var şəlipa başma, o var gəlir, top itləri vurur. Hürüşürlər, qışqırışırlar, biz bilmirik, hara şikayət eləyək. Ham bizim itlərimiz axşam bunların əlindən çölə çıxa bilmir. Bələdiyyəyə də demişik, bələdiyyə deyir ki, bu insanlar bizim balansımızda deyil. Onlara bax. Baba vurur, bax. Axşamı gözləyir, axşam olan kimi cumurlar. Cumurlar yazıq itlərə. Sahibsiz insanlar... Abi, keçən səfər itin biri saxladı ki, qardaş, valla mən dəyif dolaşmaq istəmirəm. Mən öz yolumdan gedirəm evimə, ilişirlər. Qovurlar, bütün sahibsiz bu insanlar, nə qədər sakitliklər var, hamısı qovublar o biri məhəllələrə. Bunlar çoxalırlar, bunlar bir aşirətdir, bilmirəm. Bu, nədirsə bunlar bir qruplar. Ona bax. Mən çox da o aynada duran var, ona bax. Onun dənə qarızam çəkə bilərsən, o başına bax, fikir ver ona bax. Bu ayıbı soxum yerə. Bakıda vətəndaşın başına çox maraqlı bir hadisə gəlib, özünə məxsus torpaq sahəsində yaşadıkları insanlara heyrətləndirib. Vətəndaş qeyd edir ki, aldığım torpaq sahəsində ev tikə bilmirəm. Başına qəribə mistik hadisə gəldiyini iddia edən insan görün nələr dedi. Açığı bu dedikləriniz heç də inandırıcı gəlmir insana. Bunu bizə necə sübut eləyə bilərsiniz? Bilirəm. Mümkün deyil bu sizə inandırıcı gəlsin. Amma mən sizə bunu faktla, sübutla, dəlillə göstərə bilərəm. Bax, məsəl üçün, bu əlimdə gördüyünüz kərpic, bax, ətrafa baxın. Görün bir innicini görürsünüz sağda solda. Gəlin çıxaq lap dama baxın. Heç kim yoxdur. İndi bu məsələ buradadır ki, mən bu kərpici yerə qoyan kimi bir nəfər peyda olur. Əli, adı nədir o? Papqalı, kostyumlu bir adam. Gəlir mənə belə şeylər. İndi bax, göstərirəm. Baxın. Deyil? Allah. Sözün üstə gəldi. Gördünüz? Bax. Və dayanıb baxır. Bax, indi bizim götürüm yoxa çıxacaq, bax. Allah, yoxdur. Gördünüz xanım? Adam bir qəribə o şoka düşür. Gəl, bir dənə də yoxdur. Mən bilmirəm, bu kimdir, nəçidir, hardan gəlir, bunu kim göndərir. Bir dənə də göstərirəm sizə. Baxın. Zırt, Allah, yerə çıxdı. Mən bunu Allah, bax gördün mü? Dayanır, özü bir mimika ilə, başqa mimika eləmir. Ancaq belə dayanır baxır. Bunu maraqlanmışam bir iki nəfərdən. Deyilən görə bu deyil, icranın işçisidir, gəlir pul istəyir, tikintiyə görə. Əlimdə kubik qoyan kimi zırt gəlir. Mən neyim, mənim taleyim belədir, bəxtim belədir. Heç kubiki yerə qoyub biraz gözləmisiniz? Elə bir tez götürür sizi. Bax onu fikirləşdim. O meyxanda nətər deyir, o baş başqa başdır, bu baş başqa baş. Bu baş başqa başdır. O fikirləşməmişdim. Qoyub gömlə göstərir də. Bu. Abi möcüzə deyil bu. Qoy tikimdən onu. Ay xanım, siz nə qarşı, sizə qurban olum bir ala. Tökürlər. Bir dənə mən gücdən bana bax. 3-4 nəfərdirlər. Sən Allah deyir, əslin adamlardır bunlar. Bunlar sizin adamdır, eləmə. Deymirəm, bax şey. ABŞ lideri Donald Trump'ın ucarda yaşayan sinif yoldaşı tapılıb. Dünya lideri haqqında maraqlı faktları gəlin bu şəxsdən soruşaq. Ucar sakini Donald Trump'la sinif yoldaşı olduğunu iddia edir. Fakt nə qədər qəribə səslənsə də, məsələni araşdırmaq qərarına gəldik. Bizə Donald Trump'ın uşaqlığından danışa bilərsiniz? Valla qızım, sarışın belə sakit uşaq idi.
Bu 3-cü sinifdə bu dədəsinin nəsə ABŞ-da iş yolu, bu işindən yollamışlar bura. Elə ailəlicə burada yaşayırdılar. Heç nə. Dediyim kimi bu sakit uşaq idi də. Bu 5-ci sinifdən sonra, bu sinifkom seçiləndən sonra nəsə bunda bir dəyişdi. Qərbələşmə getdi. Nə edirdi ki? Nə bilim, deyirdi ki, mənim oturmadığım iki parta mənimkidir. Belə səs salmayın sinifdə. Nə bilim, bambıllıq eləməyin, onu eləməyin, bunu eləməyin. De yaxşı oynamağı var idi. Necə oynayırdı? Belə oynayırdı, belə oynayırdı. Maraqlıdır. Hələ də münasibətiniz qalır? Oğlum, münasibətimiz qalır deyəndə ki, qızım, bu bizim qrupumuz var, WhatsApp qrupumuz. WhatsAppda bir sinif yoldaşları qrupu açmışıq. Orada heç nə, bu arada danışırıq eləyirik. Bu belə etiketləyirik. Nədir o? Atırıq ondan. Bu vecini almır. Yazıb eləmir heç. Mən bir dənə o vaxtı bir torpaq məsələm var idi, adıma keçməli idim. Elə buna yazdım, dedim mən o boyda bu Trumpın sinif yoldaşıyam da, mənə bir dəstək olar, bir o sinif yoldaşıyıq, nə də olmasa. Nəysə buna yazdım, mənə qayıt dedi ki, ay Nizami, balamın canı əlim ora girmir, bəs indi üstünə pis düşübdülər. Dedim, bundan adam olası deyil, bu. Nə bilim, yığıram, mənə ad boy verir. Deyir ki, mən sənə yığacam, abratını yığmır. Buradan səslənirəm o Trumpa. Donald Trump'a. Yekə oğlansan. Yadından çıxmasın, bir yerdə bu stuşnuları böldüyümüz, bir yerdə astaf getdiyimiz. Yaxşımı? Adam kişi olar, pul belə cibinə basandan sonra adam anamı unutmaz. Arada bir WhatsApp-a yaz. Xəstəxanaların birində ödünü kəsdirən şəxs əməliyyat qiymətinin baha olduğunu gördü, ödünü geri istədi. Xəstəxanada ödünü çıxartdıran xəstə pulu ödəyə bilmir. Qiymətlərlə barışa bilməyən vətəndaş ödünü geri istəyir, həkim isə razı olmur. Qardaş, mən nə bilim burada qiymətlər belədir. Xanım, açığı ödümün ağrısından yata bilmirdim 2 həftə. Dedim, gəlim əməliyyat elətdirim. Nəysə, gəldim bura, əməliyyat elədilər, elə çıxırdım xəstəxanadan, dedilər ki, 4000 ödəniş eləməlisən, 4000 manat. Mənim 4000 manat nəzir məndə, bu boyda şeydir, amma bunu çıxartmağa 4000 manat niyə alsınız? Dedim ki, mənim pulum yoxdur, qaytarım boydu, yerinə qoyun. Qardaş, mən 4000-i ona verdiyimə, gedərəm gül kimi lizinqə bir dənə kruz alaram. Sürərəm onu, bilərəm ki, bu ağrı versə də yenə bilərəm altımda maşınım var. Bu 4000 deyil axı. Deməli xanım, vətəndaş bir dəqiqə üzr istəyirəm. Vətəndaş fevral ayının 17-si 2026-cı ilin saat 12 radələrində klinikamıza yaxınlaşdı. Mədə altının kəskin ağrıları, öd nahiyəsində kəskin ağrıların belə danışır. O mədə altı, kəskin, nə bilim, o sözlərdən işlədir, o da qiymət artır. Bu öddür də, bu boyda şeydir də, bunu yalandan danışır, mədə altı vəz, nə bilim, o tərəf, bu tərəf. Mən danışım, icazə ver, vətəndaş. Mədə altının kəskin ağrılarından və kəskin diferaksiya səbəbindən biz onu əməliyyat otağına aldıq. Həkim, daha aydın başa düşə biləcəyimiz dildə deyə bilərsiniz? Bu xiyarın pis gündədir ödü, biabırtı, ifunət, iyi bürüyürdü, bütün xəstəxana hamı qaçdı, iyrənc. Yəni Ay həkim, da elə demədi ki, biz bunu efirə verəcəyik, normal dildə. Mən normal dildə dedim də mən başqa nə cür deyim? Yəni pis gündədir. Mən başqa heç cür yoxdur, xahiş edirəm vətəndaş. Get Mən ödümü yerinə qoy. Mən 4000-i deyə ödümü yerinə qoy. Yerinə qoy ödümü. Ödümü yerinə qoy. Get, xahiş edirəm kassaya ödəniş verə mən. Mən nə ödəniş deyirəm, ödümü yerinə qoy. Cibindədir, mən bilirəm. Uşağa PlayStation söz vermişəm, əlini çək. Onluğa 2-5'lik axtara-axtara Bərdədən düz Bakıya qədər gəldi çıxdı. Ölkədə 10 manata 2 dənə 5'lik tapmaq bu qədər çətin imiş. Axtara-axtara rayondan Bakıya gəlib çıxdı. Ay xanım, bax elə mən rayondaydım, çıxdım ba yola. Bu 10-luğa 2-5'lik axtara-axtara. Elə axtara-axtara bir daha aldım, zırt Bakıda. Bu 10-luğa mən 2-5 tapamıram. Bu dünyada hər şey tapılır, amma bu 10-luğa 2-5'lik tapılmır. Ondan kratkanın içində belə balaca şesteryanik var, onu tapmışam. O nədir ki elə? Onu mən də bilmirəm valla. Girdim çatçıpdan soruşum, dedi, o dünyada 4 dənədir, onun biri mən tapmışam. Yəni deməyim odur ki, onu belə tapmışam ha. Bax, keçən dəfə Xırdalandan manatlıq dönər tapmışam. Qardaş, bəs 2 də 5'liyin ola buna. Məsələn, sən görsən məndən onluqdur da.
Budur da elə məsələ. Keçən dəfə onu deyirəm, bu Xırdalan ara küçəsində manatlıq dönər tapmışam. İl 2026 manatlıq dönər var indi? Yox. Onu belə tapmışam. Bu dünyada hər şey tapılır, bu onluğa 2-5 tapılır. Mən xahiş edirəm, buradan üzümü tuturam, xahiş edirəm, bu Milli Məclisə bunu bağlı bir konfrans keçirilsin, bir mexanizm düzəldilsin. Sırf həmin o mexanizm onluğu 2-5 eləsin, bizim də bu canımız qutarsın, mənim ürəyim partlayır. Sizcə nəyə görə bu onluğa Qardaş, beşlik bəlkə 2 tapılır? dənə 5-liyin ola bu onluğa. Sənin onluqdur? Bu günə və bu saata çatdıracaqlarımız bu qədər. Gələn verilişlərdə görüşənədək.